İnsanın birinci boşluğa düşürük, arzu ölür onda. Yoxdur arzu, hara gedəcəyi bilmirsən. Mən yanıma seansa bir xanım gəlmişdi və xanım anasını itirir. Anasını itirir. 5 il əvvəl olur bu hadisə. Və xanım deyir ki, mən 5 ildir işə gedib gəlirəm, amma yəni heç bir şey yoxdur da, heç hiss eləmirəm deyir mən. Mən niyə yaşayıram? Nədir, yəni bu mövzu, mənim həyat eşqim yoxdur. Elə bil 2 bacıdır, bir ana da ana itir, ana dünyasını dəyişir və 5 il boyunca özü ilə kədəri daşıyır. Bıraxa bilmir anası. Bıraxa bilmir. Yəni bu proses nəticədə özünün sağlamlığının pis olmasına gətirib çıxardır. Mən bundan əvvəl dedim də, kədər bədəndə külək faizini artırır. Bütün soyuq dəymələr kədərə görədir. Kədər insanı qocaldır. İnsanın qocalma səbəbi kədərdir. Tez qocalma səbəbi kədərdir. Bəli. Kədər insanı qocaldır. Kədər insanı qırışdırır. Kədər insanı kökəldir. Həm də xəstəliklər də gətirir. Bir müddət sonra da xəstəliyə çevirir. Bax, əsəb yaranır. Əsəb keçir kədərə, axır kədərə. O kədər orada tez zamanda bədəndən çıxmasa, hopur bədən 70% sudur. Bədən yaddaşı su, bədəndədir yaddaş, sudadır. Hopur o suyun hüceyrələrinə və başlayır bədəndə dövr eləməyə, nəticədə bizi xəstələndirir. Bizim işimiz bunu birinci buradan, çünki kök buradadır. Düşüncədədir. Yenə əgər misal üçün siz dərmanla müalicə edirsiniz özünüzü, amma bədəndə o kədər qalıbsa, o soyuq dəymə, o soyuq qalıbsa, kədər qalıbsa, o dərman sabah təzədən yenə eyni şeyə gətirir, çıxarır. İnsan sağalmır. Deyir, buranı tuturam, bura əldən gedir. Nerede? Buranı düzəldirəm, bura xəstələnir. Doğru mu? Niyə? Çünki kök həll olmur. Düşüncənin gəldiyi yer var. Bunu düzəltmək lazımdır. Sənin subyektivində sən dağılırsan. Obyektiv reallıqda isə yavaş-yavaş inkişafa başlayırsan. Yüksək obyektiv reallıqda isə xoşbəxtsən. Amma burada cəmi dünyanın 3% yaşayır. 13% biznesmenlər obyektiv reallıqdadır. Yəni biznesmen düşüncəsində olan soyuq düşünməyi bacaran adamlar, analiz qabiliyyətini inkişaf elətdirmiş insanlar sayılır. Bu 80% isə dediyim kimi bir doğru sahəni bilmir hara getmək. Adam deyir, mən özümü tanıyıram da, deyir. Neynəmi mən bu seminara gəlirəm? Məsəl üçün mən seminar paylaşıram. Amma mən özümü tanıyıram da, deyir. Sual verəndə nə qədər qazansan? Nə qədər qalır əlində? Qazancın 1000 manatdır. Nə qədər qalır? Deyir, gedir də 900 manat, 800 manat gedir. Deməli bu adamın enerjisi 10%-dir. Enerji maddiyatda görsənir. Enerji qarşına çıxan fürsətlərdə görsənir insanın. Deməli insan doğru sahədə deyil. Çünki insan doğru sahəyə düşən ki, mən çox adamlar görmüşəm ki, doğru sahədədirlər. Yenə də enerji itirdiyi tərəflər var, kədər var falan, bu emosiyalar yaşayırlar, amma qazancları var. Niyə? Doğru sahədədirlər çünki. Bu qədər önəmlidir. Bu qədər önəmli. Yəni sən 3-4-sən, sən analitik marketoloqsan. Analiz və sistem üzərindən marketoloji ideyalar verə bilirsən. Missiya 4 soft skills'dir. Yüksək ideyalar var. Davamlı olaraq ideya gələ bilir. Amma nə zaman gəlir? Bunu insanlar bilmir. Şuur sayı 3 potensialı nədədir? Sistem qurmada. Şuur sayı 3 potensialı analiz eləməkdədir. Şuur sayı 3-ün potensialı insanları nəsə öyrətməkdədir. Faydalı olan şey öyrətməkdədir ki, enerji ora keçsin. Amma 3 hər şey danışır. Hər şey bilir axı. 3 də deyir ki, mən bilirəm. Mən bilirəm deyəndə o dağıldı. Hələ səni qınıyır ki, sən tupoysan. Subyektiv reallıqdır. O da var ha. İdi to işte. Var idi. Hə. 3 qınıyır ki, adam bir şey sən tupoysan deyir. Doğru mu? Və bu zaman bu adam bu reallaşmadan söhbət gedəməz. O hətta fikrində belə düşünəndə belə momentində enerji itirir. Momentində enerji itirir. Yəni biz o qədər disiplində olmalıyıq ki, düşüncələri idarə eləyək.